Rəsulzadə İrandan necə qayıda bildi? 19 yaşından etibarən müxtəlif qəzetlərdə məqalələr yazaraq xalqa xidmət etməyə başlayan Rəsulzadə 6 il bu şəkildə fəaliyyət göstərdi. Həmin ərəfələrdə İran ingilis və rusların oyuncağı halına çevrilirdi. Məhz bu səbəbdən baş qaldırmış məşrutə inqilabı getdikcə alovlanırdı. Belə bir vaxtda, yəni 1909-cu ildə Məmmədəmin Rəsulzadə xalqımızın milli qəhrəmanı olan Səttar xanın rəhbərliyi altında gedən milli azadlıq mübarizəsinə kömək etmək üçün Cənubi Azərbaycana yola düşdü. Səttar xanla şəxsən görüşdü və ona dəstək verdi. Bu səbəbdən artıq Azərbaycana qayıda bilməzdi. Səttar xana qoşulmaqla çara qarşı olduğunu açıqca elan etmişdi. Təbrizdə və Ərdəbildə xeyli fəaliyyət göstərdikdən sonra 1911-ci ildə çar qoşunları İrana daxil oldu və işğal başlandı. Beləcə Rəsulzadə Türkiyəyə getmək məcburiyyətində qaldı. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar verilən əhv-i ümumidən sonra Azərbaycana qayıda bildi. Abunə olun ki, digər videolarda qarşınıza çıxsın.